Uşaqlar salam, hər vaxtınız xeyir olsun. Bugün sizin üçün 2 dənə quizin izahını verəcəm. İlk quizimiz çoxüzlülər və fırlanma cisimlərinə aid olandır. Birinci sualımızda nə deyir? Deyir, kubun neçə təpə nöqtəsi var? Kubun 8 dənə təpə nöqtəsi var. Cavab olacaq B. Səbəbi hardan çıxır? Kub prizma, dördbucaqlı prizma deməkdir. Prizmanın da təpə nöqtələrin sayı n vurulsun 2 düsturdur. İndi dördbucaqlı prizmadsa 4-ü 2-yə vurarsan 8. Əlavə olaraq, yəni bu sualımızda cavab oldu 8, variant olaraq B variantı. Səbəbi isə n vurulsun 2. Yəni təpə nöqtələrin sayı 2 vurulsun n düsturuna tapılır. Əlavə olaraq səndən til soruşarsa, prizmanın tillərinin sayı 3 vurulsun n-dir. Üzlərinin sayı isə, düzdür, bu misalımıza aidiyyəti yox, prosto deyirəm ki, yəni başqa yerdə lazım olar. Üzlərinin sayı isə n üstə gəlsin 2-dir. Prizmanın üzlərinin sayı n üstə gəl 2, tillərinin sayı 3n, təpə nöqtələrin sayı 2n. Nəysə, birinci sualımızın cavabı oldu B variantı. Keçdik 2-yə uşaqlar. İkinci sualda 84 tili olan prizmanın neçə təpə nöqtəsi var? Dedi ki, tillərin sayı 3n-dir. 3 vur n bərabərdir 84. Buradan n-i tapanda 84-ü 3-ə böləndə 8-i 3-ə bölərik, düşər 2. 2 qalıq qalar 24-ü 3-ə 6. 26 dənə. İndi sənin təpə nöqtəsi soruşursa, bayaqlar dedi 2n deyil. 26-nı 2-yə vurarsan, cavab olar. Deməli, nə qədər? 84-ü 3-ə böldük. Yox, bir dənə tələsimi desin səpəlmişik. Deməli, 8-i 3-ə böləndə 2, 24-ü 3-ə böləndə 8 düşür uşaqlar, üzrü sayı. N oldu 8. İndi səndən tillərin sayını soruşursa, yox, təpə nöqtəsi sayını soruşursa, 2-yə vuracaqsan, bu da olacaq 56. Variant olaraq desək, A variantı. İkinci sualda. Keçdi üçüncü sualımıza uşaqlar. Üçüncü sualda sənə deyir ki, tillərin cəmi 72 olan kub. Tillərin cəmi, kubun 12 tili var axı. Olacaq 12 n bərabərdir 72-yə, sən n bərabərdir 6. Yəni 600 n olduğunu tapdın və həcmi soruşur. 600 yox, daha doğrusu üzürsən. Tərəfinin uzunluğu 6 olduğunu tapdın. İndi kubun həcmi soruşursa, kubun da həcmi V bərabərdir A-nın kubudur. 6-nın kubu cavab olacaq 216. 216. Variant olaraq desək C variantı. Üçüncü sualımızda da oldu C uşaqlar. Keçdik 4-ə. Deməli, tərəfləri verib paralelipipedin diaqonalını soruşur. Deməli, gəlin birinci düzbucaqlı paralelipiped çəkilsin üçün. Bu olsun bizim düzbucaqlı paralelipipedimiz. Deməli, uşaqlar, bizdən nə soruşur? Diqqətlə qulaq as. Tərəfləri verib sənə. Fiqurun tərəflərini verib qeyd eləyək. Deməli, deyir ki, 4, 6 və 4 kökdə 3. Tutalım, buranı 4 götürək. Buranı 6 götürək, indi bilmirik də hansı aradır, mən papda yazıram. 4 kökdə 3-də bura yazaq. Deyir, diaqonalı tap. Diaqonal da buradan bura qədər olandır. Düzdür mü? Buradan bura tapmaq üçün uşaqlar, gəl bunu bura birləşdirək. Düzbucaqlı 3 bucaq yarandı. Düzdür mü? Düzbucaqlı 3 bucaq yarandı. İndi deməli, burada düzbucaqlının Pifagor teoreminə görə sən bax bunun uzunluğunu tapa bilərsən. Düzbucaqlının tərəfləri verib diaqonalı tapanda D kvartı bərabərdir A kvart üstəli B kvartına. Yəni 6-nın kvartı 36, üstə gələnsə 4 köklər üçün kvartı 48. 36 üstə 48 gələndə eləyər deməli 78, 84. Kök altı 84 olaraq qalsın. İndi səndən diaqonalı soruşursa, diaqonalı. Buradakı diaqonal da bərabər olacaq. Təzədən düzbucaqlı 3 bucağı tətbiq eləsək, yəni buradakı düzbucaqlı 3 bucağa görə olacaq kök altından 16, üstəcə 84. Bunları da toplayanda 100 eləyər, 100-dən nə çıxar? 10. Şöyle cavabda varmı? 10. Bəli, D variantı. Qutardı getdi. Keçid elədik əzizlərim 5-ci suala. Deməli, 5-ci sualda nə verib və nə istəyirsən? Düzgün dördbucaqlı piramidanın hündürlüyünü verib, oturacağın tərəfi 8 verib, yan tilinin uzunluğunu soruşur. Bir dənə dördbucaqlı piramida çəkə bilən uşaqlar. Bu olsun bizim dördbucaqlı piramidamız. Bunu gətirək, bura birləşdirək. Bunu bura birləşdirək. Biraz əyri çəkdi, eybi yoxdur, siz nəzərə getirin. Deməli, sənə deyir ki, bu adam dördbucaqlı piramidanın hündürlüyü 7-dir. Öz hündürlüyü. Buradan bura qədər 7 verib. Buranı yazdım, 7. Sonra, sənə tərəfi 8 verib, yan tilinin uzunluğunu soruşur. Buranı 8 verib. Yan tilinin uzunluğunu soruşur. Nə inəyəm inşallah? Tərəf 8-dirsə, indi sənə düzgün dördbucaqlı deyir axı.
Yəni kvadratdır. Tərəf 8-dirsə, diagonal 8 kökdə 2 olar. Buradan bura qədər də 4 kök altı 2 olacaq. Çünki diagonal nə edir? Yarıya bölünür. İndi yan tilini x-i soruşursa, Pifagora görə x kvadrat bərabər 49 da gəlirsin. 16-nı 2-yə vuranda 32. Deməli 79, 81. X də bərabərdir 9-a. 5-ci sualda cavab oldu 9. Variant olaraq Y variantı uşaqlar. Keçdik 6-ya. Deməli, düzgün dördbucaqlı piramidanın tam səthinin sahəsi oturacağın sahəsindən 5 dəfə böyükdür. Uşaqlar, oturacağın sahəsi x-dirsə, deməli, tam səthinin sahəsi deyir 5 dəfə böyükdürsə 5x olacaq. Düzdürmü? İndi tam səthinin sahəsi, yan səthinin sahəsi ilə oturacağın sahəsinə bərabərdirsə, belə çıxır ki, etkan bərabərdir 4x olmalıdır ki, toplamda 4x, x 5x-i verirsin. Okey. Və bizim belə bir düsturumuz var ki, kosinüs alfa bərabərdir. Oturacağın sahəsi bölünsün yan səthinin sahəsi. Olacaq x böl 4x, x-lər buradan bir-birini aparar, cəhənnəm olar gedər, yerdə qalar 4-də 1. Kosinüs alfa 4-də 1-ə bərabərsə, alfa da olacaq arc kosinüs 4-də 1. Oldu mu uşaqlar? 6-cı sualımız belə getdi. Keçid elədik 7-yə. Deməli, 7-lə nə deyir mənim əzizlər? Düzgün tetraedrin həcmi. Tetraeder bütün tilləri bərabər olan üçbucaqlı piramidadır. Ümumiyyətlə, piramidanın həcmi V bərabərdir 3-də 1 vur S oturacaq vurulsun H-dır. Düzdürmü? H-dır. İndi bizdən nəyi soruşur? İndi hündürlüyü tapmaq. Bu qalsın bir kənara, bir dənə. Oturacağın sahəsi bilirsən. Bərabər tərəfli 3 orada olduğuna görə A kvadrat kökdə 3 bölü 4-dür. Bu heç. Prosta biz hündürlüyü bilmirik. İndi gəl bir dənə bunu 3 bucaqlı piramida çəkib bunun hündürlüyünü tapaq. Görək nə olacaq. Bu belə gəlsin. Bu belə. Bu da belə. Uşaqlar. Deməli, buradan bir hündürlük endeksi aşağı. Buradan bura qədər, bir də bura qədər. Bu apofemin sən, tutaq ki, tərəfimiz A olsa, bütün tərəflər A olur axı. A burada A bölü 2 olur, düz ortasına düşür deyibən. Bu apofem olan hissə olacaq A kökdə 3 bölü 2, Pifagora görə. A kökü altında 3 bölü 2. A kökdə 3 bölü 2. Aşağı daxili çəkimi çevrən radiusu olduğuna görə, daxili çəkimi çevrənin, daxili çəkimi çevrən radiusunu düşür də. Daxili çəkimi çevrən radiusu A kökü altında 3 bölünsün 6-dır. Oldu mu? İndi bu H-a baxsa, Pifagor teoremine görə H-ı tapanda, burada düzbucaqlı üçbucaq yarandı bir dənə. H kvadratı bərabərdir. A kökdə 3-ün kvadratı, yəni 4-də 3 A kvadratı çıxılsın. 36-da 3 A kvadratı. Bu da bərabərdir 36-da 9-a vuranda. 36-a getmək üçün 9-a vuraq 4. Deməli, 9 27 A kvadratdan 3 A kvadratı çıxanda 27-dən 3-ü çıxarır, qalar 24. 24 A kvadrat. Buradan da H bərabərdir uşaqlar. Oldu. Deməli, məxrəcdə 6, sürətdə 24-ü 4 vur 6 kimi yazsan, 3 kökdə 6 A'yı. Oldu mu? H oldu mu? İndi həcm düsturunda yerinə qoysa, olacaq 3-də 1 vur S oturacaq. Yəni, A'nın kvadratı kök altında 3 böl 4. Bir dənə vurulsun 2 kökdə 6 A böl 6. Bərabər nə qədər verib həcmi bizə? 144 kökdə 2. 144 kök altında 2. Görək nələr gedib, nələr qalır uşaqlar. Bu kök altı 2 ilə kök altını ixtisar aparsan kök 3 qalar. Kök 3 3 eləyir. Aşağıdakı 6 ilə ixtisar gedir, qalar 2. Oldu mu? Deməli, A-nı A-ya vurduq. Oldu A kub. Böl 3 4-ün 12. 12-ni də 2-yə vuranda 24. 24 bərabərdir 144-ə. Çarpaz vuranda olacaq A-nın kubu bərabərdir 24 vur 144-ə. 144-ə. Bu da neçə olur uşaqlar? Bir dənə baxaq görək nəyin kubu çıxır burada tərəsmin. Deməli 144-ü vursaq 24-ə. 3456 eləyir. 3456. Bu da nəyinsə kubudur da, axırı 6-larla qutaranlarla. Neyse uşaqlar, bunda kubun tapmaq da acizsizlikdir. Yolun mən dedim, problem yoxdur herhalde. Sonra, bu getdi. Keçid elədik növbəti sualımıza 8-ə.
Deyir ki, bir kubun həcmi 80, digər kubun həcmi 640 olarsa, bu kubların tam səthini sağ elədik. Uşaqlar, mən oxşarlıq mövzusu keçəndə sizə demişdim ki, məsələn, tutaq ki, tərəflərin nisbəti A1 bölünsün A2 bərabərdir 1K-dırsa, sahələrin nisbəti S1 bölünsün S2 bərabər K kvadratı olur. Həcmlərin nisbəti V1 bölünsün V2 isə bərabərdir K-nın kubu olur. Düzdürmü? İndi ixtisar aparsaq burada 80 bölünsün 640. Bunlar gedər 64 ilə 8 ixtisar getsə qalar 8-də 1. İndi bu həcmlərin nisbətidir K-nın kubudur. Əgər K-nın kubu 8-də 1-dirsə, K özü 2-də 1 olar. Sahəsi də kvadrat deyilən cavab olacaq 4-də 1. Variant olaraq desək B variantı. Oldu mu? Keçək 9-a uşaqlar. 9-da görək nə deyir bizə? Deməli. Apofemiz 8, yan səthin sahəsi 96 olan düzgün çoxbucaqlı piramidanın oturacağın tərəfi. Düzgün çoxbucaqlı piramidanın tərəfini sən bilmirsən. Yox, daha doğrusu üzürsən. 3 bucaqlı piramidanın. 3 bucaqlı piramida deyirsə, deməli yan üzü 3-dən olacaq. 3 vurulsun. İndi yan üzü 3 bucaqda axı sən tərəfini bilmirsən deyibən. A vurulsun, apofem yan tərəfə çəkilmiş hündürlük deyibən 8 bölü 2. AH bölü 2-dir də bu. Sadəcə 3 dənə deyibən 3-ə vurdu. Bərabər etdi 96-ya. 96 ilə 3 ixtisar getsə qalar 32. 8A bərabərdir 32 vurulsun 2-yə. 32 ilə 8 ixtisar gedir 4. A da bərabərdir 4, 2 ilə 8. Variant olaraq desək E variantı. Sonra 9-cu sualda oldu E variantı. Keçdik 10-a uşaqlar. Deməli 10-cu sualda nə deyir? Deyir tili A bərabərdir 6 kök altına 2. Düzgün tetraedrin həcmini tapın. Tetraedrin həcmi bayaqları yazdıqda deməli olacaq S oturacaq vur H. Bunun oturacağın sahəsi məlumdur. S oturacaq bərabərdir. Deməli A-nın kvadratı kök altına 3 bölü 4-ə görə olar 36 vur 2 vur kökdə 3 bölü 4. 36-nın 4-ə bölün 9, 9 2-nin 18 kök altında 3. Bax, sənin oturacağın sahəsi oldu bu. İndi həcmi, hündürlüyü tapmaq məsələsidir. Gəl hündürlüyü bir dənə tapaq. Təzədən bir dənə tetraeder çəkək burada uşaqlar. Bu sizə buraxılışda düşərsə, inşallah düşsə də, yəni hündürlüyü verəcək, narahat olmayın. Bu qədər uzun olmayacaq. Deməli, tili deyir 6 kökdə 2-dir. Bax uşaqlar, buradan bura qədər bir apofem çəksək, bütün aşağı bir hündürlüyü endirsək, bunu da birləşdirsək, deməli, tərəf 6 kökdə 2-dirsə, bura 3 kök 6 2 eləyir. Bax, burada 6 kökdə 2-dir. Pifagor teoreminə görə belə çıxır ki, bura 30 imiş, bura 60 imiş. 60-ın qarşısındakı 30-un qarşısını kök etmişdir. Deməli, bura olacaq 3 kökdə 6. Bura 3 kökdə 6. Aşağı da bu daxilə çəkimi çevrənin mərkəzinə düşür axı. Deməli, daxilə çəkimi çevrənin radiusu olacaq. Bərabər tərəfli üçbucaqlı daxilə çəkimi çevrənin radiusu deməli, R bərabərdir balaca R. A kökdə 3 bölünsün 6. Olacaq tərəfimiz 6 kök altında 2 vur kökdə 3 bölü 6. 6'lar gedər uşaqlar. Geridə qalar kökdə 6. Deməli, bu hissədə kökdə 6-dır. İndi sən deməli, nə edəcəksən? Pifagora görə bu hündürlüyü tap. H da bərabərlər kök altında. Elə bir 3 kökdə 6-nın kvadratından kök 6-nın kvadratını çıxartsan. Olacaq deməli 3 kökdə 6-nın kvadratı. 3-ün kvadratı eləyir 9. Vurulsun 6. 9 6'ın 54. Çıxırsan 6. 54'dən 6'na çıxanda deməli qalar 48. 48-də 16 3 deməkdir. Ben 4 kökdə 3 olacaq. İndi həcmi tapanda S oturacağı hündürlüyə vururuq və bərabərdir. Daha doğrusu 3-də 1 vurulsun. S oturacaq. Yəni 18 kökdə 3 vur 4 kökdə 3. 18-dən 3 ixtisar gedər qalar 6. 6 4'ün 24 vurulsun kök 3 bir dənə 3 edir. Bu da olacaq 72. Variant olaraq desək C variantı. Oldu mu? Sonra keçdik 11'ə uşaqlar. Deməli, mənim əzizlərim, 11-ci sualda nə deyir? Diqqətdən qulaq asın. Silindrin oturacağının radiusu 4, hündürlüyü 15'dir, ox kəsin diaqonaliz. Biraz silindir çəkərik. Mən şəkli biraz pinti çəkirəm, amma əsas bizə qayda lazımdır uşaqlar. Sənə hündürlüyü 15 verib.
ox kəsiyin radiusu 4-dürsə, deməli diaqonalı olacaq, diametri daha doğrusu olacaq 8. Bax, ox kəsiyi də bu figürdə uşaqlar, bura. Bunun sahəsi düzbucaqlı olduğuna görə S bərabərdir AB. Yəni 15-i vuracaqsın 8-ə. Buna ait sual test toplumumuzda da var. İmeni bu sualı işləmişik siz nə deyəsən. 15-i 8-ə vuranda, yox, üzürürsən, sahəsini demir, diaqonalını soruşur. Ox kəsiyin diaqonalını tapın. 5 növ. Yəni bunu. Uşaqlar, 15-dirsə burada 15-dir. Bura bir D yazsaq, Pifagor teoremine görə D kvartı bərabərdir 225, yəni 15-in kvartı üstəcə 8-in kvartı 64, 289, D də bərabərdir 17. Cavab oldu mu? A variantı. Toplumuzdakı sualla qarışdırdım, o da sahəsini deyil. Bu belə getdi. Keçdik 12-ci sualımıza uşaqlar. Deməli, müəllimin əzləri 12-də nə deyir? Doğranı 13, hündürlüyü 12-yə bərabər olan konusun yan səthinin sahəsi. Bir dənə konus çəkərik. Deməli, doğram 13. Hündürlüyü 12-dirsə, bura 12-dirsə, bunu gətirib bura birləşdirsən, avtomatik sən radiusun 5 olduğunu tapırsan. Pifagora görə 169 çıxır 144, 25 oldu. Və səndən soruşur ki, yan səthinin sahəsi. S yanla bərabərdir, bilirsən ki, pi r vurulsun elə. 5 vur, olacaq pi vurulsun, radius 5 vur 13. Cavab olar 65 pi. Variant olarak desək, D variantı. Keçdik 13 əzləri. 13-cü sual nədir? Həcmi deməli 36 pi olan kürənin diametrini tapın. Kürənin həcmi V bərabərdir 3/4 pi r-in kubudur. Bunu bərabərləsən 36 pi-yə. Pilər cəhənnəm oldu, getdi bəri başdan. 4-dən 36 qısaca 9 qalar. Deməli, r-in kubu da bərabərdir 3 vur 9 elədi 27. 27 nəyin kubudur uşaqlar? 3. Deməli, radius neçəymiş? 3. Amma sənin diametri soruşur deyil. Diametri radiusun 2 istedi. Ona görə sənin cavabın nə olacaq? 6. 14-cü sualda oldu 6. Variant olaraq desək, hansıdır? B variantı. Keçdik növbəti uşaqlar. Yəni 14-də. Deməli, 14-də nə deyil? Oturacağın diametri 16-dırsa, deməli, radius oldu 8. Radius 8. Doğranı 10'dursa konusun həcmi tapın. Konusu çəkərik. Doğran 10. Buradan bura qədər radius 8'dir. Hündürlüyü tapdın avtomatik Pifagora görə 6. Və səndən bu adam nəyi soruşur? Konusun həcmi. Konusunda həcmi V bərabərdir 3/1. S oturacaq, yəni 64 pi r kvart taxın. Vur H-ı. H-da nə qədərdir? 6 uşaq. 3/1 S oturacaq, vur H-a. 6'nın hep çıxsa gider. 2 qalar. 2'nin 64'e vuranda 128 pi. Variant olarak desək 14'də nədir? Y variantı. Son. Keçir elədik növbəti uşaqlar. 15-ci sualımıza. 15-ci sualda silindrin yan səthinin sahəsi deməli 80 pi verib. Silindrin yan səthinin sahəsi 2 pi r vurulsun h-dır. Bərabərdir 80 pi. Pilər gedər buradan uşaqlar. Qalar 2 RH bərabərcə 80-ə, RH da bərabərdir 40. Bu ölçəyində. Nə edir tapın? Ox kəsiyinin sahəsi. Ox kəsiyimizin silindri çəkək ki, daha aydın olsun. Uşaqlar, cavab elə 80 olacaq. Çünki bura H-dır. Bura 2 yerdir axı. Düzdür? Ox kəsiyi də bu fiqur olduğuna görə 4 bucaqlı, yəni düz bucaqlı olur. Sahəsi tərəflərin hasıdır 2 r vur h-dır. 2 r h-da nə qədərdir yuxarıda? İndi r h 40-cı 2 r h-da 80 olacaq. Variant olaraq desək, haradadır? A variantı. 15-ci sualımızın cavabı oldu A variantı uşaqlar. Sonra. Keçid elədik. Bu sınaq, deməli bu quiz qutardı. Növbəti quizə, 3 bucaqların quizinə keçirəm. Orada birinci sualımızda nə deyir? Xarici bucaqları 3, 7, 8 nisbətində 3 hissəyə ayrılmışdır. Böyük daxili bucağı tapın. Uşaqlar, bütün figurların xarici bucaqları cəmi 360-dır. 3x plus 7x üstəgəl 8x bərabərdir 360. 3, 7, 10 da 8, 18x bərabərdir 360-a. X bərabərdir 20. X 20-dirsə, səndən deməli nəyə soruşur? Böyük daxili bucağı. Gəl kiçik xarici bucağı tapaq. Olacaq bu 60. Xarici bucaqla daxili bucaq hər zaman cəmi 180 olduğuna görə, deməli 60-dan da 180-dən 60 çıxarsan, deməli bizə lazım olacaq 120 olacaq.
Variant olaraq desək C variantı ikinci sual. Üçüncü sualda uşaqlar deməli daha doğrusu ikinci sualda belə bir üçbucaq verib. Sən bilirsən ki, üçbucağın iki daxili bucağın cəmi onunla qonşulunan bir xarici bucağa bərabərdir. Buranı verib x plus 90. Deyir x-i tap. Yazacaqsan ki 2x üstə gəl 40 bərabərdir x üstə gəl 90. 2x-dən x-i çıxarsan bir dənə x. 90-a 40-ı çıxarsan 50. İkinci sualımıza cavab oldu 50. Variant olaraq desək C variantı. Keçid elədik 3-ə uşaqlar. Deməli 3 dənə deyir sənə. Bərabəryanlı üçbucağın perimetri 20, oturacağı 8-dirsə, deməli, oturacaq 8-dirsə uşaqlar. Opşi perimetrdə 20-dirsə, 20-dən 8 çıxarsan, qalar 12. Deməli, 12-ni yarıya böləndə 6 düşür. Və səndən soruşur ki, yan tərəfə paralel orta xətt. Orta xəttə oturacağın yarısı olduğuna görə nə qədər olacaq? 3. Deməli, 6-nın yarısı 3, Y variantı oldu. Üçüncü sualda oldu C. Sonra uşaqlar, keçid elədik 4-ə. Deməli, dördüncü sualda nədir? ABC üçbucağında şəkil verib, şəkil olduğu kimi çəkirik. Bilmirəm nədən söhbət gedir. Bura A-dır, bura B-dir, bura C-dir. Bu gəlir bura D yazıb. ABC sonra A-da tənbüləndir. Lap gözəl, bu tənbülənmiş. Deyib C bucağı 110 dərəcədir uşaqlar. Bura 110. Olsun 110. CAD 15'dir. CAD buranı 15 verir. Avtomatik 15 ise burada 15 olur. Sonra səndən soruşur ki, B bucağını tapın. Heç nə. 3 bucağın daxil bucaqla cəmi 180 olduğuna görə 15, 15, 30. Üstə gəl buradakı 110, elədi 140. 180'ə çatması üçün də bucaq B bərabər olmalı ki 40. Toplamda 140 ilə 40, 80 olsun. Cavab oldu Y variantı. Şimdi dedim bir çətin sual olacaq. Sonra deməli 5-ci sual. Düzbucaqlı üçbucaqda iki bucağın cəmi 142-dir. Onun böyük bucağını tapın. Uşaqlardan düzbucaqlı üçbucaq çəkelim. Bura alfa yazar, bura beta yazar. Sən bilirsən ki, üçbucağın daxili bucağın cəmi 180-dir. Bunun biri 90-dırsa, deməli digər ikisində cəmi 90 olmalıdır. İti bucaqların cəmi yəni. İndi sənə burada deyir ki, iki bucağın cəmi 142-dir. Deməli, həmin iti bucaqlar ola bilməz də. Bunun biri 90-imiş. Tutaq ki, digərini alfa götürək. Bərabərdir 142. Sən buradan alfanın 52 olduğunu tapdın. Alfa 52-dirsə, 180'ə çatması üçün deməli, və yaxud da 180'ə 142-ni çıxanda burada 38 olur. Səndən nəyi soruşurdu? Böyük iti bucağı tapın, elə tapdıq 52. Variant olaraq desək C variantı. Sonra 6-cı sualımıza baxaq. Deyir ki, perimetri 28 olan ABC bərabər yanlı üçbucağında. Bir dənə ABC bərabər yanlı üçbucaq çəkər uşaqlar. Bura A olsun, bura B, bura C. Bərabər yanlı üçbucağında üçbucağının oturacağına çəkilmiş AM medianı. İndi onu gəl A-nı yuxarıda qeyd edir uşaqlar. AM medianı yarasında A, B, C. AM medianı çəkilir, median tərəfi yarıya bölür. Çəkilən medianın uzunluğu da 6 cm-dir. Okey. ABM-in sahəsini, ABM-in perimetrini daha doğrusu. Uşaqlar, bərabər yanlıdsa bu x-sə bura x-dir. Mediandırsa bura A-dırsa bura A-dır. Sən bilirsən ki, opşi perimetri, yəni ABC-nin perimetri 2x üstə gəl 2A bərabərdir 28 verir. Buradan A üstə gəl x-in 14 olduğunu tapırsan. Bu adam səndən ABM-in perimetrini soruşursa, aynen x'in cəmi 14'dür. Ortada bir dənə 6 qalır deyilən cavab olacaq 20. 6-cı sualda cavabı 20. Variant olaraq desək D variantı. Keçdik uşaqlar. 7-ci suala. 7-də nə deyir? Tərəfləri 6 və 12 olan bərabərli üçbucağın perimetri. Uşaqlar 6 və 12 deyirsə, indi bilmirsən də hansı 6-dır, hansı 12-dir. Ya bu 6, 6, 12-dir, ya da 12, 12, 6-dır. Buna görə perimetr olacaq 6, 6, 12, 12, 24. Buna görə olacaq 12, 12, 24, 6, 30. P bərabərdir 30. Görək hansı var cavabda? 24 və 30. Bəxtdən hər ikisi var. Hə, hansı götürəcəksən? Maraqlı. Bunu götürməyəcəksən. Cavab sənin 30 olacaq. Niyə görə? Bizim üçbucaq bərabərsizliyi var deyə hər hansı bir tərəf yerdə qalan iki tərəfin cəmindən kiçik fərqinə bölünməlidir. Məsələn, sən burada 12-ni götürsən, qaydaya görə 12 kiçik olmalıdır bunların cəmi 6 üstəgəl 6, 12-dən.
Axı ödəmir, böyük olmalı sıfırdan. Sıfırdan böyük olmasını ödəyir, amma 12-dən kiçik deyil deyə mən getmədi. Amma burada 6, bunların fərqi 12, 12-dən çıxanda sıfırdan böyüdür. Cəmi 24 deyilən 24-dən də kiçikdir, ödəyir. Deməli, sənin doğru cavabın bu olacaq, 30. Variant olaraq Y variantı. Qəşəng sualdır bu da. Belə maraqlı suallar görəndə mən sevirəm şəxsən. Sonra 8-ci sualda uşaqlar. Deməli 8-də nədir? Tərəfi 12 olan bərabər tərəfli üçbucağın orta xəttin əmələ gətirdiyi üçbucağın perimetri heç nə. Deməli orta xətt deyirsə deməli nə olacaq? Yarı-yarı böləcək. 6 üçün 18 A variantı. 8-ci sualda A variantı. Yəni orta xətt tərəfləri yarıya bölür də. Opşi tərəfimiz böyük üçbucağın tərəfi 12-dirsə, kiçikdə 6 olacaq. Bərabər tərəflidirsə 6 üçün 18. Keçdik 9-a. Tərəfləri 4, 5, 6 olan üçbucağın kiçik tərəfinin qarşıdakı bucağın kosinusunu tapın. Deməli, kosinuslar teoremindən istifadə etməliyik. Tərəfləri 4, 5, 6. 4, 5, 6. Səndən soruşur, kiçik tərəfi qarşıdakı. Bax bunu. Kosinuslar teoremində C kvartı bərabərdir. A kvartı üstəgəl B kvartı. Çıx 2AB kosinus A. Olacaq 16 bərabər. 5-in kvartı 25. Üstəgəl 6-nın kvartı 36. Çıx 2 vur 5 vur 6 vur kosinus A. Olacaq 2, 5'in 10, 16'ya vuranda 60 kosinus alfa bərabərdir. Elə biz sola keçirdim bunu, mənfi müsbət oldu. 16'ı sağa keçirdəndə 36, o da 25. 46, 51. 51'dən çıxarsan sən 25, 16'nı. Deməli 51'dən 16 çıxanda 11'dən 6, 5, 4'dən 1, 3, 35. Bu da 5'ə ixtisar gedəndə oldu nəysə 60 kosinus alfa bərabər 35'ə. 5'ə ixtisar aparanda 12 kosinus alfa bərabərdir 7. Kosinus alfa bərabərdir 12'də 7. Görək var mı cavabda? 12'də 7. Yox. Görək nəsə səhv etməmişik ki. Ola bilsə texniki səhvdə ola bilər, və ya cavabı səhv çıxa bilər. Deməli tərəfləri 4, 5, 6 verir. 4, 5, 6. Bir kiçik tərəfi qarşısındakı bucağın kosinüsü bunun. Olacaq 4'ün kvartı 16 bərabər. 25 üstəgəl 36. Çıx 2 vur 5 vur 6 vur kosinus alfa. 2, 5'in 10, 10'u 5'ə, 10'u da 6'ya vuranda 60. Kosinus alfa bərabər. 36 o da 25. Deməli 36 üstə 20, 56 o da 5. Hə, 61 eləyir, özür sən səhv çıxmışam. 61'dən 16 çıxanda 45 olar. Deməli 45. Hər birini 5'ə bölsək, 45'i 5'ə bölüb 9. Təzədən bir dənə 3'ə ixtisar gedər. Burada qalar 4, burada qalar 3. Cavab 4'də 3 olacaq. Baxı, neçə çaparmam, tələsməyəm. Deməli 45-dirsə, 15'ə ixtisar aparsaq, 15'ə ixtisar, bunu silək bunu. 15'ə ixtisar aparsaq, deməli 60'ı 15'ə böləndə 4. Bu da 3 düşür də, 4'də 3. Şükür Allaha bu da yoxdur deyəsən. Hadi səhv edir, yavaş olur. 16 bərabər deməli 25 üstəgəl 36. 61 çıxılsın. 2, 5'in 10, o da vurdun aldı 60 kosinus alfa. 60 kosinus alfa bərabərdir. Təzədən 61'dən 16 çıxanda 45. Bu da 15'ə ixtisar aparanda 4'də 3. Cavab 4'də 3 olacaq uşaqlar. %100 əməliyinə deyirəm. Kosinus alfa bərabərdir 4'də 3. 4'də 3. Bu da variant olaraq desək, hardadır? D variantı. D variantı 8'də 3 verir, amma cavab 4'də 3 çıxacaq. Belə. Keçdik 10-cu sualımıza. Deyir, tərəfləri 7, 9, perimetri 26 olan üçbucağın 3-cü tərəfini tapın. Perimetri tərəflərin cəmidir. 7 üstəgəl 9. Üstəgəl x bərabərdir 26, x də bərabərdir. 26'dan çıxacaqsan 16'nın. Cavab olacaq 10. Variant olaraq desək B variantı. Kəş bu qədər sadə suallar düşər sizə həmişə. 10 getdi. Keçdik 11'ə. Deməli, ABC üçbucağı verib, yenə də təmbilləməni istifadə eləməliyik. Bura B'dir, bura A'dır, bura C'dir. Daha sonra bir A'da təmbilləməni çəkim. Qeyd eləyək. Sənə deməli, adi təmbilən AB-ni 10 verib, AC-ni 15 verib,
B-də 8. Burada şəkildə başqa şeydir. Burada da misalın özünə rəqəmlər başqadır. Burada çapda səhvlik olur. Gəl mən şəkildəkini qeyd edirəm. Buranı deməli 12-dir. Bura 9-dur. Bura 16-dır. Səndən B-cəni soruşur. B-cəni tapmaq üçün birinci D-cəni bilməliyik. Qaydaya görə AB-nin B-yə nisbəti, yəni 12-nin 9-a nisbəti təbəllürün xassəsidir. Bu bərabər 16-ın x-i. 3-ə ixtisar getsə, burada 3 qalar, burada 4 qalar. 4x bərabərdir 16 × 48, x də bərabər 12. Əgər x 12-dirsə, BC bərabər olacaq 12 da 9, 21. Cavab olacaq 21, yəni Y variantı. Keçdik 12-yə uşaqlar. Deməli, 12-ci sualda nə deyirsən? Şəkilə görə x-i deyir tap. Deməli, düzbucaqlı üçbucaqda 30 dərəcə bucaq qarşıdakı katet hipotenuzun yarısıdır. Buranı 16 verib. Deməli, bura olacaq 8. 90, 30-da bura 60 olur. 60-ın qarşısındakı da 30-un qarşısındakını kök 3 mislidir. Yəni cavab 8 kökdə 3 olacaq. Variant olaraq desək, D variantı. Keçdik 13-ə uşaqlar. Deyir, katetləri 6-8 olan düzbucaqlı üçbucağın daxilə çəkimi çevirən radiusu. Düzbucaqlı üçbucağın əgər katetləri 6-8-dirsə, avtomatik hipotenuz 10 olacaq. Daxilə çəkimi çevirən radiusu katetləri cəmi çıx hipotenuz bölü 2-dir. 6 üstə gəl 8, 14, çıx 10 bölü 2. 14-dən 10 çıxarsan 4, bölərsən 2, cavab olacaq 2. 13-cü sualımızın cavabı oldu 2. Keçdik 14-dən uşaqlar. Nəhayət 14-də nə deyir? Üçbucağın iki tərəfi 3 və 8, 13-cü tərəfini ala biləcək ən böyük və ən kiçik qiyməti. Sən bilirsən ki, üçbucağın hər hansı bir tərəfi yerdə qalan iki tərəfin cəmindən kiçik, fərqindən böyük. 3 ilə 8-in cəmi 11, fərqi də 2, 8 çıxı 3, 5. Bu arada düşənlər 6, 7, 8, 9 və 10. Səndən soruşur ki, ən böyük və ən kiçik tam ələn hansıdır? Ən kiçik 6-dır, ən böyük 10-dur, hasılı da 60 olacaq. 14-cü soruda. 15 uyğunlaşdırmadır. Deməli, bir dənəsinə baxaq, tutaq ki, məsələn, 15-də. Birincidə yazıb alfa bərabər beta, bu da bərabər gamma. Avtomatik bu bərabər tərəfli üçbucaq olacaq. Deməli, nədir? 1'ə getdi bərabər tərəfli D. Sonra ikincidə yazıb ki, alfa üstə gəl beta bərabər gamma. Bu uşaqlar nə zaman mümkündür? Düzbucaqlı üçbucaqda. Yəni bir dənə 90 olmadı ki, digər ikisinin də cəmi 90 olsun. Deməli, 2-yə də gedəcək A variantı. Üçüncüdə yazıb alfa bərabər 40. Alfa bərabər 40. Gamma bərabər 100. Avtomatik betanın 100 çıx 100, o da 40. 140, 180, 140, 40. Bu da 40, bu da 40. Bərabər yanlı oldu. Haradadır? B variantı. 3-ə də getdi B. Deməli, 1-ə D, 2-ə A, 3-ə B variantı. Tabi getdik və beləliklə 2 dənə quizimizi, yəni 15-15, 30 dənə sualımızdan verdim. İnşallah yenə davamı gələcək imtihana qədər. Sağ olun, hələlik, Allah'a emanet olun əzizlərim.